Bəli əzizlərimiz, sizə kimdən xəbər verim? Azərbaycanın gözəl şairi Natiq Əlisoydan. Natiq Əlisoy, İsmayıllı rayonunun gözəl xanəndəsi, Tərəqqi medallı Azərbaycanın əməkdar mədəniyyət işçisi Sahibə xanımla şirin, ailəvi bir dostluğu var. Bir gün Sahibə xanım Natiq Əlisoyu İsmayıllıya dəvət edir və şair bu dəvəti çox böyük məmnuniyyətlə qəbul edir və öz ailəsi ilə Sahibə xanımın qonağı olur. Və Natiq Əlisoy ilk öncə xahiş edir ki, onu Lahaca aparsınlar. Sahibə xanım Natiq Əlisoyu götürüb Lahaca aparır. Lahacın gözəlliyi, Lahacın qədimliyi Natiq Əlisoyun çox xoşuna gəlir. İsmayıllının gözəlliyi çox xoşuna gəlir və səfəri başa vurandan sonra gəlib Sahibə xanıma belə bir üslubda şeir yazıb göndərir. Biz deyək incə sazla, incə sözlə. Nə yaxşı ki qismət oldu, gələ bildim dağlar qızı, İsmayıllı dağlarını, İsmayıllı dağlarını görə bildim dağlar qızı, görə bildim dağlar qızı, görə bildim dağlar qızı. Qoxladım tər güllərini, bu yerlərin sirlərini, bu yerlərin sirlərini bilə bildim dağlar qızı, bilə bildim dağlar qızı, bilə bildim dağlar qızı. Kəndin qadın daşını seyr elədim al qumaşı, gözlərimdən kədər yaşını, gözlərimdən kədər yaşın, silə bildim dağlar qızı, silə bildim dağlar qızı, silə bildim dağlar qızı. Sevincimi